Dünyada yeni istilik rekordu qırılacaq. Bununla bağlı alimlər tarix açıqladı. Bacı göydən aloy yağır, bacı ciyarım yandı, ciyarım yandı. Göydən yağan yaloyun səbəbinə də toxunub mütəxəssislər bildirirlər ki, El Nino adlı hava hadisəsi nəticəsində bax bu istiləşmə qeydə alınacaq. 2031-ci ilə qədər yeni temperatur rekordu qırılacaq və bu hansı il olacaq? Bildirirlər ki, artıq 2026-cı ilin sonlarından etibarən başlayacaq istiləşmə, 2027-ci ildə isə gözlənilən həmin bu rekord qırılacaq. El Nino hadisəsi nədir? Məhz bu hadisə nəticəsində istiləşmə baş verir. Bildirirlər ki, Sakit Okeanda suyun həddinin artıq isinməsi ilə yaranan təbii iqlim hadisəsidir. Bu proses dünyanın müxtəlif yerlərində temperaturun artmasına, hava şəraitinin dəyişməsinə, bəzi bölgələrdə quraqlığa səbəb ola bilər. Bənzər vəziyyət daha əvvəl yaşanıb. Bu güclü El Nino təsirinin nəticəsində 2023-cü il ikinci ən isti il olaraq qeydə alınıb. 2024-cü ildə isə rekord qırılıb. Növbəti rekordun qırılması isə 2027-ci ildə yaşanacaq.